Çox mühüm və həssas mövzudur. Hədislərdə Peyğəmbər Flaislə vəhiy gəldiyi anın halı çox dəqiq təsvir olunub. Sənə səhih mənbələrə əsaslanaraq mərhələli şəkildə izah edim. Vəhiy gəldiyi anda Peyğəmbər Həsən Qəsarın halı çox ağır bir hal olurdu. Vəhiy ruhi yox, həm də fiziki ağırlıq idi. Open quote. Vəhiy gələndə o qədər ağır olurdu ki, dəvənin üstündə olarkən dəvə diz çökərdi. Close quote. Bu göstərir ki, vəhiy bədənə ağırlıq verirdi, sadə bir hal değildi. Şiddətli tərləmə. Hətta soyuq havada belə hədis, open quote, soyuq gündə belə alnından tər axardı. Close quote. Bu daxili gücün vəhyin təsirinin göstəricisidir. Üzünün rəngi dəyişərdi, bəzən solğunlaşardı, bəzən qızarardı, baxışları sabitləşərdi. Ətrafdakılar anlayardı ki, indi vəhiy gəlir. Ətrafla əlaqə kəsilirdi, danışmazdı, suallara cavab verməzdi, sanki başqa bir aləmlə əlaqədə idi. Amma huşunu itirmirdi, şuuru bağlı olmurdu. Bu trans və ya huşsuzluq deyildi. Səs eşidilən və eşidilməyən formalar. Vəhiy formaları vardı, zəng səsinə bənzər. Ən ağır forma. Cəbrail insan surətində, nisbətən yüngül, yuxuda ən yüngül forma. Peyğəmbər buyurur, open quote, bəzən zəng səsi kimi gəlir. Bu mənə ağır olanıdır. Close quote. Vəhiy bitəndən sonra dərhal tam aydınlıqla ayələri oxuyardı. Heç nəyi unutmazdı, ayələr eyni sözlərlə qalardı. Quran, open quote, biz onu sənə oxudacaq, sən unutmayacaqsan. Əla, çox vacib fərq. Bu hal epilepsiya xəyal psixoloji hal deyildi, çünki mətn mükəmməl və ardıcıl idi. 23 il dəyişmədən davam etdi. Ayələr dəqiq qorundu. Qısa xülasə, vəhiy çox ağır idi, fiziki təsiri vardı, tərləmə, rəng dəyişikliyi olurdu. Ətrafla əlaqə kəsilirdi, amma huş itirdi. Bitəndə ayələr tam aydın qalırdı. İstəsən növbəti sualları da izah edə bilərəm. Niyə zəng səsi ən ağır idi?